Masallı elə bir yerdir ki, mən artıq ikinci dəfədir də bu həyatda təkrar edirəm. İkinci dəfədir bura gəlirəm və ikinci dəfədir ki, bu geniş şəkildə gəzirəm. Yəni Masallı'nın kətlərin özü. Və mənim diqqətimi çəkən oldu ki, bura mənə Ağdamı xatırlatdı. Nəyə görə? Çünki xeyriyyətçilərin sayına görə, imkanlı adamların sayına görə, intellektual səviyyəli adamların sayına görə və ümumi rayondakı o iqtisadi inkişafa görə. Cənub sonrasının Ağdamı elə bir ki Masallıdır. Bunu etiraf edək də. Yəni o da o bir kəlmədə o iqtisadi inkişafda cəmaatın özünün əl qabarı ilə əmələ gələn məsələdir ha. Yəni bu əmoğlu, dayıoğlu, büyüoğlu məsələsi deyil. Yəni cəmaatın özünün işgüzarlığıdır, cəmaatın özünün işə həvəsidir, cəmaatın özünün təhsilə həvəsidir. Yəni bütün bunlar hamısı o bir yerdə cəmləşir. Nəticədə də bugünkü Masallını gətirib ortaya çıxardı və bugünkü Masallını ortaya çıxartmaqla yanaşı Masallının bugünkü rəhbərliyi də bu istiqamətə dəstək verir cəmaata, cəmaatın arasındadır. Və bu nəticədə nədir? Nəticədə də müəyyən bir inkişaf yolu var da. Yəni baxıram ki, o zonadan gəldim, bir dənə daş yol olmadı, hamısı asfalt yoldur. Bələş otel tərəfdən gələndə hamısı asfalt yolundan gəldim çıxdım. Niyə orada ki, bu işi görülüb də. Yəni hökumət bu işi dövlət bu nə deməkdir? Bu o deməkdir ki, dövlət öz vətəndaşının məmnunluğunu təmin etmək üçün addımlar atır və atmaqdadır. Amma sadəcə müəyyən məqamlar var ki, belə vətəndaş da öz borcunu yerinə yetirsin, vətəndaş da yerində saymasın, vətəndaş da daha ədalətli namına hərəkət eləsin. Çünki həm bu qədər iş görürsünüz, özdəki Masallı mən bildiyim qədər ilk bu sizin əkdiyiniz məsələlər ki var. Yəni bu o deməkdir ki, yəni artıq bu proses var və bu prosesin də arxasınca qanun gedir. Bu proses getməlidir. Yani biz yaşamak istəyiriksə, bir şey yaratmak istəyiriksə, insanlara əmək haqqı vermək istəyiriksə, iş görmək istəyiriksə, yeni iş yeri açmaq istəyiriksə, yani nəsə yaradasın. Ha, onu gərək yaradasan. Yaratmadın. Devletin qurucusu Heydər Əliyev. bəli, Düzdür. bəli. Devleti qurdu. İlk yaxın şərqdə ilk Azərbaycan dövlətini dünyavi dövlət qurub və o dövlət də işləməkdədir. Dövlətdə müstəqillik lazım qorumaq olan lazımdır, vergili hamısı yəni. qəbul olunmuşdur. O müstəqilliyi qorumaq lazımdır. Bəli, Müstəqillik bəli. verilmir, alınır. Bəli. Bu alınıb. Bunu qorumaq lazımdır. Qazanmalıyıq da. Ona görə biz işləməliyik O ki, barədə Masallı cəmaatının əvəzi yoxdur. ona görə Masallı cəmaatı həqiqətən elədir. Masallıda olan iş adamları, Eşirdə işləyən yoxdur. insanlar. Eşirdə yoxdur. Bu zonada yoxdur. Qısası və konkreti. Bu mandarin ağaclarıdır. İnşallah mandarin de yiyərik. Yəni yaddan çıxmasın. Burada kimsə qalır mı olsun da bu? Qarasınlar. Qarasından Güzel etkiler üzerinde. Bu asmadır. Zəfəran. Bizdə zəfəran belə olur. German da. Ama bu yeri sonra diye. Bu ağacı duracak mı? Cemil. Ağacı daha yani biraz sert. Bak burada bir şey mahsus götürebildiği. Ha, siyasi değil. Tutardı. Bak tutardı. Ama indi 3 lira baxıram hərəfi yerlərində. Şey ki, əskiysə, becərmədi bunu söylüyor. Can yandım abi. Ha, gerek can yazırsa, bunu bilmiyor. Yüreğin öyle böyle hərəfə gəlir. Damcı sorununda. Özü mən bunu duvarını çəkmiş, ha. Eğer şiştirlik eləsən, şiştir. Bu özünün bırakırsan, bıraksın böyle ay sağ ol. köhne verir de. Şöyle verir, ha. Şöyle verir, mən bunu mənə lazım deyil. Yok, masallı cemaat işte cemaat. İşte tamam, mən demirəm. Beyin kanımızda nəsə yanlışlık olur. Vaqiyyətən bizdə yox. Burada Ermənistan var. Pampa bağı buradan görsənir də, nə görsənir? Balık bırakmışsan yok şey yok. O dəfə gələndə Altta var.